Azərbaycanda çoxdur özünə xoreografdır. Yəni ümumiyyətlə bu döyüş xoreoqraf anlayışını Azərbaycana mən gətirmişəm. Bu o sözü istifadə edənlərə sual versən ki, bu döyüş xoreoqraf nə deməkdir? Rəqsdir, yəni am belə başa ki, özləri onu izah verə bilmirlər, amma təəssüflər olur ki, Azərbaycan filmlərini pis günə qoyurlar həmin adamlar. Biz də çalışırıq ki, bunları indi yavaş-yavaş aradan qaldıraq, filmlərimizin keyfiyyəti yüksək olsun. Yəni biləcərdən qıraq çıxa bilər döyüş səhnələri ilə. Spusqdan o tərəfə. Biraz qabaqdan dönmək lazımdır. Hələ ki dönə bilməmişik. Amma yeri gəlmişkən bizim komanda, mən öz komandamdan 5 nəfər aparmışdım. Tom Cruise filminə bizi dəvət elədilər. Orada xarici Paramount Studios'da Oscar kaskazyorlara verilən Oscar var, Taurus. Biz komanda kimi onu aldıq. Xarici filmdə ən yaxşı döyüş səhnələrinə görə. Akan Satayev özü yaxınlaşdı bizə. Çağırdı, məni uşaqlar da çağırdı. Yəni ki, çox super işlədik, əla işlədik, hamıya çox ləzzət elədi işləməyimiz. Neçə ay qaldı orada? Mən bildiyim qədər uzun... Bir ay hardasa orada olduq biz. Bizim çəkiliş hardasa... Film də əla filmdir. Tamiris filmi kim baxmayıbsa məsləhət görürəm. İzləyicilər başa düşməlidir ki, söhbət tək əlbəyaxa döyüşdən getmir. Yəni qılınclardan da savayı, eyni zamanda atların üzərində yəni çox gözəl kaskadyor hərəkətləri var və ox atmalar və ox atmalardır. Məsələn, atın üzərində qaça hərəkətlərdir. Bizdə də ancaq Azərbaycanda. Bunlardan məsələn at monopoliyasına da girib bu arada.